Klasın ön qapıları da çox maraqlı tərzdə işlənib. Harman kardon səs sistemli. Bagaj qapısının buradan da açılmağı. Görürsünüz şüşələrin idarə etmə bloku nisbətən vertikal işlənib ki, sürücü dirseğini bura yerləşdirəndə onun idarə etməsi rahat olsun onun üçün. Həmçinin kiçik bir düymə var ki, arxa şüşələrin nəfəslik olan hissəsini idarə etmək üçün də elektron düymələrlə açılır və bağlanır. Ayaqaltılarda xromlu Mercedes-Benz loqosu, ön oturacaqların elektron idarə olunması, üçlü yaddaş paketi, həmçinin bel dəstəyi də burada mövcuddur. Parklanma əyləci ayaq vasitəsilə idarə olunur. İşıqlandırma bloku, sükanın dərinliyə və hündürlüyə görə elektron nizamlanması, sükanın arxasında transmisiyanın keçid yarpaqları və transmisiya başlığı da sükanın arxasında yerləşdirilib. Orta konsolda monitor sanki havada dayanır. Monitordan aşağıda klimat kontrolünü idarə etmə bloku, ön oturacaqların isitməsi və soyutması, həmçinin R-Class-da bir minivanda komfort və sport rejim idarə etmə mövcuddur. Dirseğaltığımız dəri ilə üzlənib, içi parçalıdır. Həmçinin əlavə bir aşağıda da yük yeri mövcuddur. 2 stəkan altlığımız var. Bura həm böyük şüşələr yerləşdirə bilərsiniz. Kiçik bir şüşə yerləşdirsəniz, baxın onun belə bir dəstəyi var. Hətta stəkan altlıqlarının işıqlandırması belə mövcuddur. Külqabı 12 voltluq elektrik yuvası və ondan öndə də əlavə yük yerləri mövcuddur.